Bismillahirrahmanirrahim. Əziz müsəlman qardaş və bacılarım, yəqin ki, hamınız bu Ramazan ayının necə tez gəlib getdiyinin şahidi oldunuz. Bu da zamanın bərəkətinin azalması deməkdir. Bu xüsusda rəvayət edilmiş səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir. Qiyamət yaxınlaşdıqda vaxtın bərəkəti azalacaq. Həmin vaxt bir il, bir ay kimi, bir ay, bir həftə kimi, bir həftə, bir gün kimi, bir gün, bir saat kimi, bir saat da xurma ağacının yarpağı yanan müddət qədər az olacaq. Demək, qiyamət yaxınlaşdıqca hər sonraki Ramazandakı vaxtın bərəkəti daha da az olacaq. Bu qısa vaxt ərzində Allah bizlərdən kimə çoxlu ibadət etməyi nəsib edibsə və bu ibadətlər sayəsində onun günahlarını bağışlayıbsa, xoş onun halına. Allahdan istəyimiz budur ki, Allah bizləri günahları bağışlanan qullarından etsin. Hamınızı qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah bizdən də, sizdən də salih əməlləri qəbul etsin. Ramazan bayramınız mübarək olsun.